Что, по мнению скульптора, является основным в искусстве? Sualımız dinləmə mətnimizə aiddir. Dinləmə mətnimizdə bir məşhur heykəltaraşın hər halda jurnalistlə söhbəti göstərilmişdir və burada jurnalist həmin heykəltaraşın yaratdığı heykəllərin, əsərlərin Azərbaycanın simvoluna, Azərbaycanın rəmzinə çevrildiyi haqqında məlumat verilir və müəllifə, heykəltaraşa onun yaradıcılığı ilə bağlı çoxlu suallar verir və heykəltaraş hər bir əsər qeyri-adi, hər bir əsər təkrar olunmazdır haqqında məlumat verir və ən vacibi, müəllif üçün ən vacibi səmimi olmaq, düzgün olmaq. Yəni heykəltaraşlıq əsərində və yaxud rəssamlıqda yaratdığı əsərə qarşı ilk öncə doğru olmalı, düzgün olmalı və səmimi olmasını göstərir. Bundan sonra təbii ki, ikinci yerdə həmin əsərə qarşı olan sevgisi və insanın, yaradıcı insanın qəlbi durur və incəsənətin əsas amillərindən biri budur, deyir heykəltaraş. Və mətnimizə uyğun olaraq «Что, по мнению скульптора, является основным в искусстве? Правдивость, любовь и душа» variantını seçirik.